Gece xarici blogerlərdə gördüm. Biz də yoxlayırıq. Noxud turşusu. Götürürük qaynadılmış noxudlarımızı. Doldurduq. Dəfnə yarpağı. Sarımsaq. Görək həqiqətən də bəhbəhlə yeyiləsi bir şeydir mi? Yoxsa zəhərlənib öləcəyik mi? Məndə dənə qara istiyot yoxdur, ona görə belə istiyotdan istifadə edəcəm. Azcana. Alma sirkəsi. Və soyuq su. Burada 2 dilim limon qoyuram. Duzunu da belə az ölçüdə tökürəm. Qapağını da örtüb 2 gün saxlayacağıq. Görəcəyik nə olur. Noxudlar getdi xaladelnikə. 2 gün gözləyəcəyik soyuducuda. 2 gün sonrasını görmək üçün səhifəmi izləməyi unutmayın. Hələlik.